Ay qardaş. Ay qardaş, təzə almısan? Və təzə alanı oxşuyursan, özünü niyə göstərsən? Vətəndaş mövqeyində Rayət İmam Əliyev Nazilə xanım avtomobili ilə tıxacda qalanda yan tərəfdəki sürücü pəncərələri açıb mahnıya yüksək səs verib və ətrafdakıları narahat edib. Nazilə xanım da haqlı olaraq etiraz edib. Musiqi beyinləri sakitləşdirmək üçün avtomobildə sürücüyə bir həmsöhbətdir. Təsəvvür edin ki, bütün avtomobillərdə maqnitofon var. Hamı istəsə yüksək səslə pəncərələri açıb səsləndirə bilər. Amma niyə bunu hamı etmir? Bir neçə nəfərdən başqa. Musiqinin səsini yüksək səslə buraxanlar ya rentekardan təzə maşın götürənlərdir, ya kreditə maşın alanlardır, ya da hibrid Kitay maşınını təzə alanlardır. Məqsədləri diqqətləri özlərinə və maşınlarına cəlb etməkdir. Yetimin bir oğlu oldu, basıb gözünü çıxartdı məsələ. Əsasən də xanım sürücülərin yanında diqqətləri özlərinə cəlb etmək üçündür belələrinin məqsədi. Yəni aftaha görməyən nəysə. Görməmişlik, duzsuzluq və zəhlə tökənlikdir bu hərəkət. Bəzən görürsən ki, biri maşının arxasına müharibə veteranı və qaziyəm yazır. Əgər düşünürsünüzsə ki, o yazıya görə qırmızı işığı basıb keçmək olar, heç kəs heç nə deməz, qayı heç nə deməz, yanılırsınız. O gün biri maşının arxasına yazıb ki, sevda yükü çəkirəm. Və güman edir ki, xanım sürücülər bunu oxuyub, dərhal pəncərələri açıb buna eşq elan edəcəklər. Güldürürsünüz özünüzü, qardaş. Nəysə, əgər siz də yaxınlığınızda pəncərələri açıb var güclə mahnıya səs verən sürücü görsəz, əsəbləşməyin. Bilin ki, sonradan görənlərdir. Ya kredit, ya rentekar, ya da təzə Çin maşını alıb. Gülün və keçin.